Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizlərlə birlikdə Quiz 1-ə aid video izahımıza başlayırıq. Bu bizim ilk izah videomuzdur və əminəm ki, bu cür izahlar sizə həm mövzuları daha yaxşı başa düşməkdə, həm də sınaqlardan daha yüksək nəticə əldə etməkdə kömək olacaq. Hazırsınızsa, gəlin başlayaq və sualları birgə analiz edək. İlk sualdan başlayırıq. Birinci sualımız uyğunluğu müəyyən edin. Deməli, tunc əldə edilmədən əvvəl burada əkinçilik meydana gəlməsi baş veribmi? Bəli. Çünki əkinçilik nə vaxt meydana gəlib? Daş dövrünün ortalarında, deməli, tuncdan əvvəldir. İlk metalın kəşfi, bəli, bu da tuncdan əvvəldir. Yəni ki, misli və dəmirin kəşfi yanlışdır. Ona görə də burada 1A, B olacaq. İkinci hissədə, ikinci sütunda tuncun əldə edilməsindən sonra kötan alətin ixtira edilməsi, bəli, çünki tunc əldə ediləndən sonra xışdan da sonra kötan alət ixtira edilib. Deməli, biri budur. İstehsal təsərrüfatı meydana gələ bilməz, çünki o daş dövründə meydana gəlib. Söhbət əkinçilik və maldarlığın yaranmasından gedir. İlk məşğuliyyət sahələri meydana gəlməsi, bu da doğru deyil. Çünki ilk məşğuliyyət sahələri ovçuluq və yığıcılıqdır, o da daş dövrünün əvvəllərində yaranıb. Burada da olur A. Yəni 1A, B, 2A olmalıdır. C cavabı doğru cavabdır. Davam eləyək. İkinci sualdan uyğun kəsişmə nöqtələrini müəyyən edin. Deməli, Bakıda yerləşən qalamız bilirsiniz ki, Qız qalasıdır. Görürsünüz, Bakı ilə Qız qalası kəsişmir. Deməli, səhvdir. Bakı ilə kəsişən Çıraq qaladır, o da səhvdir. Şabran Qız qalası ilə kəsişir, səhvdir. Şabranda Çıraq qala yerləşir. Kəsişmə nöqtəsi düz olan Culfa və Əlincə qalasıdır. Ona görə də yalnız 2 burada doğru cavabdır. C cavabı doğru cavabdır. Davam edirik. Tunc dövründə, 3-cü sual tunc dövründə, deməli, əkinçilik yarandı, xeyr, daş dövründə yaranıb. İnsanların təbiətdən asılılığının azalmağa başlaması da daş dövrüdür. İstehsal təsərrüfatının yaranması nəticəsində ilk metal alətlər hazırlanması, tuncdan əvvəl artıq ilk metal hazırlanırdı. Çünki ilk metal misli. İlk bəzək əşyalarının hazırlanması da daş dövrüdür. Əkin sahələri genişləndi, bəli, və məhsuldarlıq artdı. Nəyə görə? Çünki xış ixtira olunandan sonra burada deyildiyi kimi əkin sahələri də genişləndi, məhsuldarlıq da artdı. Davam edirik, 4-cü suala gəlirik. Dəmirin xüsusiyyətlərinə aid deyil. Təbiətdə geniş yayılmışdı, doğru. Möhkəm və davamlı idi, o da doğru. Əldə etmək üçün xüsusi metal qarışığına ehtiyac yox idi, doğru. Ondan hazırlanmış alətlərlə bərk torpağı belə şumlamaq olurdu, bu da doğru. Kəşf edilən ilk metal hesab olunurdu, təbii ki, yanlış. Çünki kəşf olunan ilk metal misdir. Davam edirik 5-ci sualdan. Uyğunluğu müəyyən etmək lazımdır. Təsərrüfat, qəbilə və təsisat uyğunlaşdırmalıyıq. Təsərrüfat nədir? Hər hansı bir quruluşun istehsal üsuludur. Qəbilə nədir? Bir soydan törəmiş və birlikdə yaşayan nəsil deməkdir. Təsisat nədir? Qurulmuş, yaradılmış idarə təşkilat deməkdir. O zaman 1 olur C, və 2 olur A, ona görə bunu götürürük və 3 olur B. Cavab C-dir. Davam edirik, 6-cı suala baxırıq. Daş dövründən fərqli olaraq tunc dövründə insanlar harpun alətindən istifadə edirdilər. Xeyr, fərq deyil, çünki harpun alətindən daş dövründən istifadə etməyə başlayıb insanlar, daha sonra təbii ki, tunc dövründə də istifadə ediblər. Ox və kamandan istifadə edilirdi, hər ikisində edilib, bu da yanlış. Əkinçilikdə toxadan istifadə edilirdi, bu da ola bilər, ehtimal var. Toxa düzdür, daş dövründə yaransa da, əlbəttə ki, istisna deyil ki, tunc dövründə də istifadə edilib ki, sonradan xış da ixtira edilib. Kanal varlıqların çəkilməsinə başlanıldı. Bəli, daş dövründən fərqli olaraq məhz tunc dövründə süni suvarma yarandı. İnsanlar əsasən mağaralarda yaşayırdı, bu da səhvdir. Çünki tam tərsinə daş dövründə insanlar əsasən mağaralarda yaşayıb. Davam edirik 7-ci sualla. Qəbilə və tayfaların idarə edilməsi ilə bağlı yanlış ifadəni müəyyən edin. Deməli, yanlış tapmalıyıq biz burada idarə etmədə. Ağsaqqallar icmaların idarə olunmasında mühüm yer tuturdu. Bu doğrudur. Qəbilə və tayfa başçısı tərəfindən idarə olunurdu. Başçı tərəfindən idarə olunurdu hər ikisi. Qəbilə və tayfanın idarə olunmasında başçı ağsaqqallar yardım edirdi, doğru. Ağsaqqallar seçdikləri icma üzvlərinin qəbul etdiyi qərarlara əməl edirdilər. Ağsaqqallar seçdikləri icma üzvlərinin, burada görürsünüz, yanlış verilib. Qəbilə və tayfa başçısının icma üzvləri seçirdi, doğru. Deməli, burada D-də pozulub. Ağsaqqallar seçdikləri, yox, icma üzvləri seçdikləri başçı və ağsaqqalların qərarlarına əməl etməli idilər. Yəni, tərsinə verilib cümlə, ona görə cavab D-dir. 8-dən davam edirik. Daş dövründən, daş və tunc dövrlərinə aid oxşarlıq müəyyən edin. Deməli,
Metal alətlərin insanların həyatında mühüm yer tutması yanlışdır. Daş dövründə ola bilməz, tunc dövründən ola bilər. Yeni istehsal sahələri meydana gəlib hər ikisində doğru. Əkinçilikdə xışdan geniş istifadə edilib tunc dövründə yanlış. Maldarlığın mövcud olması hər ikisində olub. Ona görə B-dir. A cavabı doğru cavabdır. Gəldik 9-cu suala. Əkinçiliyin inkişafı nəticələrinə daxildir. Burada cavab deməli D cavabı olur. Çünki əkinçiliyin inkişafı nəticəsində bəli istehsal təsərrüfatı inkişaf edir. Digər ifadələr yanlışdır. Bunlar əkinçiliyin inkişafına aidiyyatı yoxdur. Davam edirik. 10-cu sual daha əvvəl olmuşdur. Xışdan istifadə edilməsi tunc dövrü, əkinçiliyin meydana gəlməsi daş dövrü, kobud daş çapacaqdan istifadənin başlanması daş dövrü, ox və kaman ixtirası daş dövrü, maldarlığın yaranması daş dövrü. Deməli burada daş dövrünə aid olan hadisələrin birini götürməliyik. Amma məntiqlə baxmalıyıq ki, hansı daha əvvəl olub. Maldarlığın yaranması ox və kaman ixtirasından sonradır, eyni zamanda əkinçilikdə. Ox və kamandan da əvvəl biz bilirik ki, insanlar ilk əmək alətləri hazırlayıb və ilk əmək alətlərdən biri kobud daş çapacaqdır. Ona görə burada cavab C-dir. Davam edirik. 11-ci sual. Deməli, xış əkinçiliyi mövcud olduğu dövrə uyğun gələn hadisələri müəyyən edin. Xış əkinçiliyi mövcud olub, tunc dövründən başlayaraq, ona görə də biz burada xüsusən diqqətli olmalıyıq və daş dövrünə aid olan ifadələrdən uzaq durmalıyıq. Metal emalı başladı. Baxın, bu artıq yanlışdır, çünki misdir. Mis də bilirsiniz ki, daş dövrünün sonunda emal edilməyə başlayıb, yəni ki, kəşf edilib, sonra da emal edilib. Və kəşf edilib, elə deyək. Əkin sahələri genişləndi, məhsuldarlıq artdı. Bəli, bu tunc dövründədir. Yeni otlaqlara ehtiyac böyük köçlərə səbəb oldu. Bu da doğrudur. İnsanlar gildən qablar düzəltməyə başladı olduğuna görə bu da yanlışdır, çünki bu da daş dövrünə aiddir. Deməli, aşağı baxan üç bucaq və sola baxan üç bucaq. O zaman burada cavab nə olur? Cavab A olur. Davam edirik. 12-ci suala gəlirik. Hadisə nəticə əlaqələrin doğru verildiyi cavabı müəyyən edin. Deməli, dəmir alətlərinin tətbiqi nəticəsində təsərrüfat daha da inkişaf etdimi? Bəli, bu doğrudur, doğru nəticədir. Ox və kaman ixtirası nəticəsində ovçuluqla məşğul olmağa başladım insanlar, qətiyyən. Ovçuluq ox və kamandan əvvəldə var idi. İstehsal təsərrüfatının yaranması təbiətdən asılılığın azalmasına mı səbəb oldu? Bəli, bu da doğru nəticədir. Süni suvarmadan istifadə olunması nəticəsində əkinçilik meydana gəldi. Əlbəttə ki, yanlış olmaz. Bu da yanlışdır. Deməli, 1-3 doğru cavabdır. Ona görə Y cavabıdır burada. Davam edirik 13-cü sualdan. Uyğunluğun gözlənilmədiyi bəndi müəyyən etmək lazımdır. Burada deməli cavab hansıdır? İnsanlar bir neçə materialı qataraq əldə etmişdi tunc, bu doğrudur. Qobustan qayaüstü təsvirlərinin tətbiqi başladı 1960-cı illərdə. Yanlışdır. Çünki bu 1930-cu illərdə başlayıb Qobustanın tədqiqi. Ona görə burada cavab B-dir. Digər ifadələr doğrudur. Oxumağa ehtiyac yoxdur. Davam edirik 14-cü sualla. Və burada daş dövrünə aid buraxılmış ifadəni tapmalısınız. Maldarlıq yaranıb, əkinçilik yaranıb və əlavə nə olmalıdır burada? Üçüncü buraxılıb burada nə? Deməli, bəzək əşyalarının hazırlanması. Bəli, bəzək əşyaları daş dövründən hazırlanmağa başlayıb. Digər ifadələrə baxırıq. Bəli, bunlar hamısı daş dövründən sonra tunc dövrü, dəmir dövrünə aid olan xüsusiyyətlərdir. Ona görə də bunlar heç biri aidiyyatı yoxdur. 15-ci suala baxırıq. Uyğunluq pozulmuşdur. Deməli, bir neçə qohum tayfa birləşərək qəbilə yaradırdı. Baxın, burada artıq uyğunluq pozulub. Bir neçə qohum tayfa birləşib qəbilə yox, bir neçə qohum qəbilə birləşərək tayfa yaradıb. Ona görə burada cavab A-dır. Digər ifadələr doğrudur. Artıq onu oxumadan da keçə bilərik. 16-cı suala baxırıq. Qədim dövrlə bağlı doğru olan ifadələri müəyyən edin. Deməli, təbiətdə baş verən hadisələri, səbəblərini başa düşməyən insanlar hadisələri ilahi qüvvələrə bağlayırdılar. Bəli, bu doğru ifadədir. İlk zamanlar insanlar inanırdılar ki, din xadimləri, kahinlər, ilahi qüvvələri onlar arasında vasitəçidir. Bu da doğrudur. İnsanlar ovçuluq və yığıcılıqla məşğul olmağa başlaması istehsal təsərrüfatının yaranması deməkdir. Xeyr, əkinçilik və maldarlıqla məşğul olması istehsal təsərrüfatının yaranması deməkdir. Bu yanlışdır. Ox və kamanın ixtirası ilə insanlar ovçuluqla məşğul olmağa başladı. Bayaq da dediyimiz kimi bu da yanlış. Ox və kamanın ixtirasından əvvəldə insanlar artıq ovçuluqla məşğul olurdu. Xış əkinçiliyin yaranması ilə insanlar oturaq həyata keçdilərmi? Xeyr, insanlar daş dövründə artıq oturaq həyata keçmişdilər və xış isə tunc dövrünə aiddir. Ona görə burada 2-1-2, yəni B cavabı doğru cavabdır. Davam edirik 17-ci sualla. Daha sonra olmuşdur. Demək, kotandan istifadə edilmək, əkinçilik meydana gəlməsi, dəyənəkdən istifadənin başlanması, ilk metalın kəşf edilməsi, tuncun əldə edilməsi. Əlbəttə ki, burada cavab kotandır. Kotandan istifadə edilmə ən sonuncu hadisədir.
Çünki tunc əldə ediləndən sonra xış ixtira edilib, xışdan sonra da kötan, ona görə A-nı götürməliyik. Digər ifadələr zaten daş dövrüdür, ona görə də bunlar da cavab ola bilməz. 18-ə gəlirik. Tarixi Azərbaycan torpaqları şərqdə uzanırdı Xəzər dənizinə qədər, əlbəttə ki. Xəzər dənizinə qədər, Xəzər dənizinə qədər şərqdə uzanırdı. Böyük Qafqaz dağlarına qədər uzanırdı şimalda. Həmədan və Zəncana qədər uzanırdı cənubda və Göyçə gölünə qədər də qərb tərəfdə uzanırdı Azərbaycan torpaqları. Xatırlamış olduq. Müasir xəritədə Qobustan qoruğunun hansı şəhərimizin yaxınlığında olduğunu müəyyən edin. Deməli, Qobustan qoruğunun burada cavab deməli Y-dir. Burada cavab Y-dir. Yəni ki, Bakıya yaxın olur, yerləşir. Ona görə də biz burada biri götürürük və Y cavabıdır burada doğru cavab. Y cavabı. Davam edirik. 20-ci sual. Xronoloji ardıcıl müəyyən edin. Ox və kaman ixtirası, metal emalının başlaması, istehsal təsərrüfatı meydana gəlməsi. Birinci növbədə ox və kaman ixtira edilməlidir. Daha sonra artıq qida ehtiyatı artandan sonra insanlar istehsal təsərrüfatı ilə məşğul olmağa başlamalıdır. Yəni əkinçilik və maldarlıq yaranmalıdır və daş dövrünün sonunda da metal emalı başlamalıdır. Ona görə də burada səhv getdi, bir balaca düzəldək. Olmalıdır 1-3-2. 1-3-2 olmalıdır və cavab burada olur onda C cavabı. Davam edirik, gəlirik. 21-ci suala daha əvvəl baş vermişdi. Ox və kaman ixtira edilməsi daş dövrü. İlk əməliyyatların hazırlanması daş dövrü. Zaten burada aydın olacaq ki, burada elə cavab B-dir. Çünki ilk əməliyyatları daş dövrünün əvvəlində baş vermiş. Burada baş vermiş ilk hadisədir. Ox və kaman sonradandır. İstehsal təsərrüfatı yaranması sonradandır. İlk metal zaten daş dövrünün sonudur. Ox və kaman uzaq məsafədən ovlamaq məsələsi də deməli daş dövrünün ortalarıdır. Ona görə cavab B-dir. Açıq suallara gəlirik. Bilirsiniz ki, standart olaraq Diyanətin qəbulunda tarixdən 21-i qapalı, 4 sual isə açıq olur. Açıq sualları başlayaq müzakirə eləməyə. Deməli, yanlış fikirləri müəyyən edin. İlk əməliyyatları hazırlanıb daş dövründə. Doğrudur bu ifadə. Əkinçiliyin əsası qoyulub tunc dövründə. Bu yanlışdır. 2-ni götürürük. Azərbaycanda daş dövrü öyrənilib yalnız Azıq mağarasına görə yox. Çünki orada Qobustan da var və digərləri də var təbii ki. Digər mağaralarımız da var. Ovçuluğun ön plana çıxmasının səbəb oldu. Ox və kamanın ixtira edilməsi. O da deməli yanlış deyil, doğru bir ifadədir. Dolayısıyla burada cavab 2-3-dür. Yəni yanlış olanlar 2 və 3-cü ifadələrdir. Gəldik 23-cü sual, xronoloji sual. Xronoloji ardıcılı müəyyən edin. Birinci burada biz götürməliyik. Deməli, odun əldə edilməsi 4. Daha sonra demək, ilk metal alətlərinin hazırlanması gəlməlidir. Daha sonra xış aləti tunc dövründə ixtira edilməlidir ki, sonra süni suvarma yaransın. Ona görə 4-2-1-3 olmalıdır. 24-cü sual, Azıq mağarasının yerləşdiyi ərazini müəyyən edin. Burada da cavab deməli 3-dür. Yəni 3-dür. 3 də burada 1-də işarələnib. Dolayısıyla burada çaşmayasınız. 3 ilə olan yer Azıq və ya Xocavənd ərazisidir. 1 Bakıdır, 2 Şamaxıdır, 5 Şəkidir, 4 isə Naxçıvandır. Bunları da dedim ki, yavaş-yavaş bunları əzbərləməniz lazımdır. Gəldik sonuncu 25-ci suala. İstehsal təsərrüfatının yaranmasından sonraki dövrdə meydana gəlmişdir. İstehsal təsərrüfatının yaranmasından sonra, yəni əkinçilik və maldarlığın yaranmasından sonra gələn təsərrüfat sahələri və yaxud da ki, yeniliklər. Əlbəttə ki, yem toplama ola bilməz, çünki o istehsaldan əvvəldir. Süni suvarma 1, sonra metal alətlər ola bilər, sonra ovçuluq ola bilməz, bir də bağçılıq ola bilər. 2, 3, 5 doğru cavabdır. Beləliklə, əziz şagirdlər, quiz 1-in izahını başa çatdırdıq dediyim kimi. Ümid edirəm ki, bu video sizə sualların məntiqini anlamaqda və öz səhvlərinizi dərk etməkdə faydalı oldu. Unutmayın ki, bu hələ başlanğıçdır. Qarşıda çoxlu sayda quizlər, yeni mövzu sınaqları və ümumi sınaqlar gözləyir sizi və hər biri sizə daha da irəliləmək üçün fürsət verəcək. Öz üzərinizdə çalışın, çalışqan olun və heç vaxt motivasiyanızı itirməyin. Görüşmək ümidi ilə növbəti videolarda uğurlar.